Salam. Eee, Yəni baxın, bu gün əlimizdə sadəcə bir cümlə var. Cəmi bircə cümlə. Amma bu elə bir cümlədir ki, anında adamın diqqətini çəkir. Belə deyir: Real gənc ulduzu ilə bağlı qərar verdi. Bu dəfəki mənbənin bu dərin təhlilində biz məhz bu qısa məlumatın arxasında nələrin dayandığını araşdıracağıq. Gəlin bunu aydınlaşdıraq. Yəni əlimizdə cəmi bir cümlə var, amma özündə necə böyük bir sirr saxlayır, elə deyil? Bəli, tamamilə elədir. Yəni təsəvvür edin, mətndə heç bir əlavə məlumat yoxdur. Nə bir rəqəm, nə bir tarix, heç nə. Ancaq bu kiçik ifadənin arxasında doğrudan da çox təsirli bir psixoloji mexanizm gizlənir. Yəni mənə ən maraqlı gələn odur ki, nə bu gənc ulduzun kimliyi bəllidir, nə də qərarın özü. Amma gəlin dürüst olaq, bu bəzən sadəcə ucuz bir diqqət tələsi, yəni necə deyərlər, bir clickbait kimi hiss olunur. Oxucunu cəlb etmək, xəbərə daxil olmağa məcbur etmək üçün bəsit bir oyun deyilmi bu? İlk baxışdan elə görünə bilər, düzdür, amma bunun arxasında duran vizual və psixoloji gedişlər heç də bəsit deyil. Məsələn, baxın, cümlənin strukturuna diqqət yetirək. Qərar verdi ifadəsi necə yazılıb? Bütövlükdə böyük hərflərlə yazılıb, düz gözə girir. Məhz. Yəni, biz hər hansı bir mətni oxuyarkən beynimiz müəyyən bir ritmə, bir axıcılığa öyrəşir. Böyük hərflər isə orada qəfildən vizual bir maneə yaradır. Oxu ritmini qırır və beyni bir anlıq Dayanmağa məcbur edir, eləmi? dəqiq belə. Zehnimizə həmin hərəkətə xüsusi bir ağırlıq verməli olduğumuzu siqnallayır. Qətiyyəti və o geri dönüşməzliyi vizual olaraq beynimizə yeridir. Bilirsiniz, bu əslində mənə nəyi xatırladır? Elə bil ən gərgin döyüş filminin treylerini izləyirsiniz, qəhrəman tam o uçurumdan atlandığı an, ekran qəfildən qara rəngə bürünür. Aha, çox dəqiq misaldır. Uçurumun dibində nə var, o sağ qaldı mı bilmirik. Burada da eynisi. Nə satıldığını bilmirik, nə icarəyə getdiyini, nə də əsas heyətə daxil edildiyini. Tam bir boşluq. Çox gözəl analogiyadır bu. Çünki əslində burada əsas məsələ məlumatın özü yox, onun necə gizlədilməsidir. Mətndə sadəcə Real kimi qlobal bir futbol nəhənginin adı var və o adın yanında gənc ulduz ifadəsi var. Onsuz da bu sözlər yanaşı gələndə xüsusi bir gərginlik, böyük bir intriqa yaranır. Təbii ki. Böyük klub, yüksək gözləntilər və naməlum bir gələcək. İnsan beyni ümumiyyətlə yarımçıq qalmış şeyi, o tamamlanmamış informasiyanı qətiyyən sevmir. Buna psixologiyada maraq boşluğu deyilir. Yəni bizə A nöqtəsi verilir, amma B nöqtəsi bilərəkdən kəsilib. Bəs mən maraqlanıram. Baxın, sizcə bu qara ekran effekti niyə bu qədər güclüdür? Təsəvvür edin ki, siz telefonunuzda sürüşdürərkən bu başlığı görürsünüz, barmağınız avtomatik olaraq o linkə tərəf gedir. Bəli, demək olar ki, həmişə. Amma niyə? Çünki sizin dəyərli vaxtınız var, lakin bəzən ən vacib fərqindəlik anları, o aha anları verilən məlumatdan çox məhz verilməyən məlumatları fərq etdiyiniz zaman yaranır. Mətn bizi passiv izləyicidən fəal şəkildə fərziyyələr irəli sürən birinə çevirir. Tamamilə razıyam. Məhz buna görə də bu cür başlıqlar belə təsirlidir. Oxucu o boşluğu dərhal öz ehtimalları ilə doldurmağa başlayır. Zədələndi, bəlkə karyerasını bitirdi. Siz o linki klikləyənə qədər artıq zehninizdə 5 fərqli ssenari qurulur, elədir? Elədir, diqqəti əsir almağın ən minimal, amma ən kəskin yoludur bu. Doğrudur. Beləliklə, gəlin əlimizdəki o yeganə faktı bir daha yekunlaşdıraq. Deməli, Real öz gənc ulduzu ilə bağlı qəti bir qərar verib, amma təfərrüatlar tamamilə qapalıdır. Bizə isə sadəcə o qutunun kənarına baxmaq icazəsi verilib. Və şübhəsiz ki, o qapalı qutunun yaratdığı intriqa içindəki əsl qərardan qat-qat böyükdür. Elədir ki, var. Sonda isə bu təhlili sizin üçün fəlsəfi bir sualla bitirmək istəyirəm. Bu barədə özünüz bir düşünün. Görəsən, bəzən mətndəki hər hansı bir addan, rəqəmdən və ya detaldan daha çox, sadəcə qərar verdi sözünün böyük hərflərlə yazılması bizim təxəyyülümüzü hərəkətə gətirmək üçün ən güclü vasitə ola bilərmi? Növbəti dəfə qarşınıza belə bir başlıq çıxanda, bunun üzərində mütləq düşünün.